Suallar verirlər. O zaman İran hardaydı? Bizim məscidlərimizdən donuzu çıxarsın. Yaxşı, İran uzaqdaydı, əli də uzanmırdı. Buraxaq İranı bir tərəfə ya başqa ölkəni. Siz hardaydınız? Meyxanadaydınız, diskoya getmişdiniz, bardaydınız, əylənirdiniz, ya bir yerdə gizlənmişdiniz, indi qeyrətiniz qabardı. O zaman hardaydınız? Gəldilər, işğal zamanı idi, məsciddə də donuz saxladılar. Ay qeyrətli, ay namuspərəst. Ay qeyrətinə dəyən, ay qeyrətinə toxunan, sən haradaydın, niyə qaçdın? Canın məsciddən sənin üçün daha önəmli olmuşdu da, qeyrətindən daha önəmli olmuşdu. Namus dediyin o məscid, qoruduğun o dini buraxıb getdin və icazə verdin. Sənin şəhərinin, sənin rayonunun, sənin kəndin məscidində birisi özünə icazə verdi və donuz saxladı. Suallar verirlər, o zaman İran Bocilər, yenə də üzlərini çeviriblər Azərbaycana. Bunlar necə yanır, necə sönürsə, mən sizə deyim, axır çərşənbə tonqalı da yalan daha bunların yanğısının yanında, elə belə deyil. Biri hicabdadır, biri də ki çadıradadır. Neyniyim? Başı açıq deyirəm, anlamırlar. Deyirəm, bəlkə mənim də elə belə butalarla işlənmiş, gözəl-gözəl burada kələğayım var. Bəlkə elə mən də kələğayla başımı bağlayayım və bocilərə buradan layiq olan cavabı verim. Baş bağlamaqla müsəlman olmaq olsaydı, necə deyərlər, onda nə var idi ki? Allah yolunu tutmaq olsaydı, onda nə var idi ki? Siz nə İslamdan, nə də ki Allahdan xəbərdarsınız. Əvvəlcə onu qeyd edeyim ki, dəyərli izləyicilərimiz, mikrofondan belə səsim gəlir yəqin ki. Dəyərli izləyicilərimiz, əvvəlcə qeyd edeyim, zəhər